İmtina serialı 21-ci bölüm analizi. Dəyərli izləyicilər, videolara bəyəni az gəlir. Zəhmət olmasa videonu bəyənməyi yaddan çıxartmayaq. Zeynəbin mövzunu qızına gətirməsindən narahat olan Həmid düşüncəsində yanıldı. İnana bilmirdi ki, ərini öldürən, neçə illərdir türmədə yatan qadın Humayın doğma anası imiş. Həmin kənddə yaşayanlar Zeynəbin dediklərini təsdiqlədikləri üçün Həmid kişi yerində donub qaldı. Zeynəb isə qabaqcadan Humayın qızı olduğunu bilirmiş. Onun tək dərdi neçə ildən sonra qızını tapmaq idi. Həmid kişi ilə rəhmətlik Almaz xanıma nə qədər təşəkkür etsə də azdı. Məhz onların sayəsində qızı xoşbəxt və sağlam həyat sürür. Zeynəb indiyə qədər qızına hər şeyi açıb deyə bilərdi. Lakin qorxurdu ki, Humaya bu qədər yaxınlaşmışkən qızı onu ana kimi qəbul etməz və bir daha üzünə baxmaz. Ona görə də Həmid kişidən xahiş edəcək ki, bu barədə qızına heç nə deməsin. Nə tökərsən aşına, o da çıxar qaşığına. Pulların oğlunun götürdüyündən əmin olan Adəm ona abır vermək istəyirdi ki, özü danlaq yiyəsi oldu. Xasiyyətcə anası ilə atasının qarışığı olan Eldar pis üzünü ailəsinə göstərdi. Eldar atasına qarşı dediklərində sonuna qədər haqlıdır. Haqsız və oğurluq nəticəsində əldə olunan pullar heç kimə qismət olmur. Eldar dost kimi bildiyi Vidadi ilə iş qurmaq istəsə də bu ona xoşbəxtçilik gətirməyəcək. Vidadi görür ki, atası hansısa qadını öldürmək üçün əl-ayağa düşüb, oğlu da ağılsızın biridir. Ona görə də pulları götürüb aradan çıxa bilər. Könül ilə Şəmsinin bir araya gəlməsi üçün görüş təyin edən Humayın planını Adəm zibilə qoydu. Eldarın qardaşını xəbərləməsi ilə dəliyə dönən Adəm laçın ilə qırğına çıxaraq onu hər kəsin içində pərt edəcək. İzlədiyiniz üçün təşəkkürlər. Əziz izləyicilər, videoları bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayaq. Digər təxmini analiz videolarında görüşənədək.